إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu əziz qardaşlar. Üç əsas kitabına başlayırıq Allah Taala'nın yardımı ilə, izni ilə. Və kitaba başlamamışdan qabaq kitabın müəllifi haqqında xəbər verəcəyik inşallah. Və ondan sonra kitabın şərhinə keçid alacağıq. Necə ki bilirsiniz, kitabın müəllifi Şeyx Muhammed ibn Abdülvahhab rahimehullahdır. Və hamımızın tanıdığı və bir çoxlarının kitabını əzbər bildiyi alimdir. Muhammed ibn Abdülvahhab Ət-Təmimi. İlk öncə baxaq görək Muhammed ibn Abdülvahhab kimdir? Muhammed ibn Abdülvahhab bin Süleyman bin Ali Ət-Təmimi rahimehullah 1703-cü ildə, yəni Hicri 1115-ci ildə Nəciddə Uyeynə şəhərində anadan olub rahimehullah. Və 1792-ci ildə isə və bizim yəni miladi tarixlə 1792-ci ildə vəfat edib. Bənu Təmimə qəbiləsindən idi Muhammed ibn Abdülvahhab. Və Muhammed ibn Abdülvahhabın demək olar ki, ailəsi və nəsli alim nəslindəndir. Atası Abdülvahhab bin Süleyman. Abdülvahhab bin Süleyman Həmbəli məzhəbinin tanınmış alimlərindən idi. Yəni Həmbəli məzhəbində qazi idi öz dövründə. Və Muhammed ibn Abdülvahhab qardaşlar elmini elə öz atası və babasından alıb. Və hər ikisi də alim olublar. Allah hamısına rəhmət eləsin. Və Şeyx rahimehullah Quranı kiçik yaşlarında əzbərləyib. Və bu çox vaxt görərsiniz ki, alimlərin çoxsu belədir. Ona görə də tövsiyə olunur ki, övladlarınıza Quranı əzbərlədin kiçik yaşlarından. Çünki yaş keçdikcə hifz zəifləyir insanda. Bəli. Və Muhammed ibn Abdülvahhab rahimehullah da ən çox İbn Teymiyyə, yəni Şeyxülislam İbn Teymiyyə və İbn Qayyimin kitablarından təsirlənib, faydalanıb. Muhammed ibn Abdülvahhabın ən məşhur kitablarından üç əsas: Kəşf-ü Şubuhat, Nəvaqidul İslam, Qavaidul Arba'a, Məcmuatul Hədis. Elə Məcmuatul Hədis kitabında 4600 hədis qeyd olunubdur. Yəni fiqh haqqında, əhkamlar haqqında olan kitabdır. Və həmçinin Kitab-ı Təvhid ən məşhur kitablarından və ən gözəl kitablarından. Və alimlər buyurur ki, Kitab-ı Təvhid ümmətin, yəni o 3 əsrdən sonra yazılmış ən möhtəşəm kitabdır tövhid haqqında. Bəli. Necə ki qeyd elədik ki, Muhammed ibn Abdülvahhab rahimehullah öz atasından və babasından elm alıb. Atası Abdülvahhab bin Süleyman Həmbəli məzhəbinin qazisi idi. Və Uyeynədə və Hureymilədə dərs deyirdi rahimehullah. Fiqh sahəsində Həmbəli məzhəbi üzrə fiqh sahəsində tanınmış alimlərdən idi. Yəni öz dönəminin. Babası isə Süleyman ibn Ali Nəcidin böyük alimlərindən olub. Və o da həmçinin Həmbəli məzhəbinin alimlərindən olub və onun yazdığı ən məşhur, yəni Həmbəli məzhəbində yazdığı ən məşhur kitab Şərhul İqna' adlı əsəri idi. Hal-hazırda da mövcuddur bu kitablar. Muhammed ibn Abdülvahhabın dediyimiz kimi qardaşlar, öz ailəsi də, yəni qardaşı, oğulları, nəvələri, bunlar hamısı alimlər olubdur. Və qardaşı, yəni ən məşhur qardaşı Süleyman bin Abdülvahhab rahimehullah idi. Oğulları isə 6 oğlu qeyd olunur Muhammed ibn Abdülvahhabın rahimehullahın. Və onlar oğulların içərisində alim olaraq ən məşhurlaşmışlardan birincisi Abdullah bin Muhammed bin Abdülvahhabdır. Yəni ən məşhuru idi.
rahimehullah və alim idi. Və sonra Hüseyn bin Muhammed bin Abdülvahhab əqidə və fiqh dərsləri üzərinə alim idi və yaşadığı yerdə bu dərslər üzərinə də insanları faydalandırır, elm verirdi. Və sonra Ali bin Muhammed bin Abdülvahhab və həmçinin İbrahim bin Muhammed bin Abdülvahhab, Həsən bin Muhammed bin Abdülvahhab və Abdüləziz bin Muhammed bin Abdülvahhab. Və hər biri də alimlərdən olubdu. Və həmçinin Muhammed ibn Abdülvahhabın nəvələri də qardaşlar, elm əhli alimlərdən idi və onlardan ən məşhuru Abdurrahman bin Həsən bin Muhammed ibn Abdülvahhab olubdu. Və Kitab-ı Tevhidin şərhi bugün əlimizdə ən məşhur və alimlərin bugün də dərs etdiyi, insanları faydalandırdığı kitablardan biridir. Muhammed ibn Abdülvahhabın Kitab-ı Tevhidinin şərhini yazıb. Abdurrahman bin Həsən bin Muhammed bin Abdülvahhab. Kitabın adı Fəthül Məciddir. Fəthül Məcid, Şərh Kitab-ı Tevhid. Öz babasının Kitab-ı Tevhidini şərh edibdir. Bəli. Və Muhammed ibn Abdülvahhabın qardaşlar, onun ailəsi, nəsli bu cür adlanırdı, Əli Şeyx. Əli Şeyx ailəsi. Və bu gün də bu nəsildən olan alimlər Saudiyada mövcuddur. Saudiya Ərəbistanda mövcuddur və bir çoxu alim və qazilərdir qardaşlar, elm əhlidirlər. Və onlardan ən məşhur tanıdıqlarımızdan Abdüləziz Əli Şeyx idi, rahimehullah, və həmçinin Salih Əli Şeyx. Salih Əli Şeyx idi, Salih Əli Şeyxdir və həmçinin Muhammed bin İbrahim Əli Şeyx. Muhammed ibn İbrahim Əli Şeyx İbn Baz rahimehullahın müəllimi olubdur. İbn Bazın müəllimi olub. Bunların içərisində yaşayanlardan Salih Əli Şeyxdir. Allah təala onun ömrünə bərəkət versin və dünyasını dəyişənləri də rəhmət etsin. Və digərləri də mövcuddur. Digər ailəsindən, nəslindən olan alimlər də mövcuddur. Bəli. Şeyx Muhammed ibn Abdülvahhabın qardaşlar, elm yolunda əsas qaynaqları nələr idi? Əsas öz elmini hardan götürürdü? Muhammed ibn Abdülvahhab əsas qaynağı 3 şey idi qardaşlar. Necə ki, digər alimlərimizdə, sələflərdə olduğu kimi. Quran, sünnə və icma. Quran, sünnə və icma. Və özünün məşhur əsərlərindən biri Durarus Səniyyədə buyurur ki, Muhammed ibn Abdülvahhab, Allahın kitabı və Rasulun sünnəti və ümmətin icmasına çağırıram. Fikir verin. Bu mühümdür, Muhammed ibn Abdülvahhabı tanımaq üçün onun hansı əqidədə və ona nisbət olunan şeylərin cavabları barəsində bilmək mühümdür. Hansı ki, burada iki tərəf var. Birincisi, onun əqidəsini bəyan etməsi, hansı yol üzərinə olduğu. Çünki Muhammed ibn Abdülvahhab bilirsiniz ki, müasir dövrdə də bidət əhli tərəfindən ən çox istifadə olunan, deyək, hədəfə alınan alimlərdən ən başlıca gələnlərdən biridir. Bu hamımıza bəllidir. Muhammed ibn Abdülvahhab Quran sünnədən qırağa, Quran sünnə icmadan qırağa çıxmazdı. Və buyurur ki, Allahın kitabı, Rasulun sünnəti və ümmətin icmasına çağırıram. Və buyurur ki, əgər bu 3 şeydə inad etsələr, lənətləşməyə çağırıram. Kim inkar etsə Quranı, sünnəni, icmanı, lənətləşməyə çağırıram. Necə ki, miras məsələsində İbn Abbas lənətləşməyə çağırdığı kimi. Və bu həmin məsələni də Durarus Səniyyədə qeyd edir, rahimehullah. İbn Abbas radiyallahu anhu niyə görə miras məsələsində, inşallah bu fiqh kitabında gələcək, avl məsələsi var idi qardaşlar. Avl ailə fərdləri, məsələn bir kəs ölür, dünyasını dəyişir. Ondan geriyə qalan mal fərdlər arasında bölüşərkən riyazi hesablamaya uyğun gəlməməsi və Ömər radiyallahu anhun dövründə baş vermişdi bu. İbn Abbas əslən deyirdi ki, mən bu bölgünü qəbul etmirəm. Çünki nə varsa Allah öz kitabında qeyd edibdir. O hansı ki, Ömər radiyallahu anhun o bölgüsündə tərəflərin arasında o mal bölgüsü düzgün bölünsün deyənə nə edirdi? Hər tərəfdən şəxslərin öz payını azaltmaqla bölgünü yerinə yetirirdi. İbn Abbas radiyallahu anhu buna qarşı çıxmışdı. Bu başqa məsələdir. Lakin İbn Abbas burada əsas özünün gətirdiyi məsələ ondan ibarət idi ki, mən Allahın kitabı və Rasulun sünnətində olan şeyi
tətbiq edirəm və bundan başqa məsələlərdə lənətləşməyə hazıram. Yəni insanları lənətləməyə çağırırdı ki, bütün hər şey Allah və Rasulun kitabının dinində var. Və bundan başqasında yoxdur. Yəni bəli, yəni ictihadi məsələləri qəbul etmirdi radiyallahu anh. Və Muhammed ibn Abdülvahhab da bunu misal gətirərək deyir ki, mən Quran, sünnə və icmaya çağırıram. Müsəlmanların icmasına. Və bundan inad edən kimsələri lənətləşməyə çağırıram. Yəni Allah Teala o kəsin üzərindən lənət eləsin ki, yəni biz Quran və sünnə və icmadan kənar bir şey tanımırıq. Bəli, əsas ittifaq olunan məsələdir bu. Quran, sünnə və icma. Və həmçinin buyurur ki, elə Durar Səniyyədə, əgər mənim haqqımda elm əhlinin icması xaricində bir şeyə fətva verdiyimi eşitsən, bütün günah məndədir və məndən uzaqlaş. Fikir verin. Yəni Şeyx Rahiməhullah yenə də demək istəyir ki, mən Quran, sünnə və icmanın ətrafında nə edirəm? Fətva verirəm. Və həmçinin icmanı da iqrar edirəm. Elm əhlinin icmasını, alimlərin icmasını. Və həmçinin Şeyx Rahiməhullah hədislər mövzusunda da deməli nə idi? Diqqətli idi qardaşlar. Zəif hədislərdən insanları çəkindirərdi. Bir dəfə deməli Şeyx Rahiməhullaha məktub yazırlar və məktubda nəsihət xarakterli olur. Və məktubda yazılır ki, elm içində də olsa öyrən. Və bunu hədis kimi yəni yazıb göndərirlər Muhammed ibn Abdülvahhaba. Və cavab olaraq yazır ki, bir nəfərin sıhhətini bilmədən bir şeyi Allah Rasuluna nisbət etməsi doğru deyil. Kaş ki, belə desəydin ki, rəvayət edildi ki, və yaxud da deyildi ki, yəni bunu zəif rəvayət olduğuna görə Allah Rasuluna nisbət eləməkdən çəkindirirdi. Yəni hər hədisi qəbul etmirdi, zəif hədisdən çəkindirirdi rahiməhullah. Və həmçinin necə ki, alimlər təqsim ediblər əhəd hədis, mütəvatir hədis, yəni Şeyx Rahiməhullah bunu ayırmırdı. Yəni bəziləri çıxıb deyirlər ki, güya ki, əhəd hədis, yəni bir yolla gəlmiş, az yolla, iki sahabədən gəlmiş hədislər hüccət deyil. Lakin Muhammed ibn Abdülvahhab deyirdi ki, fərq qoymuram, səhih olan bütün hədisləri qəbul edirəm. Bəli. Və həmçinin Muhammed ibn Abdülvahhab məzhəblə getməyi də inkar edilmirdi. Sadəcə təəssüb etməyi inkar edirdi. Yəni sən əgər deyir ki, məzhəbində bir görüş gördün və bu Allahın kitabı və Rasulun sünnətinə və müsəlmanların icmasına müxalif olarsa, sənə icazəli deyil o məzhəblə getmək. Məzhəblə getmək yox, o məzhəbin o görüşü ilə getmək, fətva vermək icazəli deyil. Və təəssübdən çəkindirirdi. Yəni kör-köran təqlid etməkdən çəkindirirdi. Necə ki, elə 4 imam, 4 məzhəb də necə ki, bilirsiniz ki, təəssüb etməkdən özləri belə çəkindiriblər. Əgər deyiblər ki, mənim sözüm Allahın kitabı, Rasulun sünnətinə müxalif olarsa, mənim sözümü götürməyin. Bəli, həmçinin Şeyx Rahiməhullahın qardaşlar elə Durar Səniyyədə öz əqidəsini də bəyan edib. Və buyurur ki, bilin ki, əlhəmdülillah mən sələfə tabiyəm, bidətçi deyiləm və bütün məsələlərdə, istər əqidə məsələləri, isim sifət məsələləri, Allah Taala'nın zatı məsələləri, bütün məsələlərdə, tövhid məsələləri, bütün məsələlərdə Şeyx Rahiməhullah şəksiz, şübhəsiz nə idi? Sələflərin izi ilə gedirdi. Və şirkdən insanları bilirsiniz ki, şeyxin ən bariz ortaya çıxan məsələlərindən biri də, tərəflərindən biri də şiddətli şəkildə şirkdən insanları çəkindirirdi. Şirkdən insanları çəkindirirdi. Bəli. Və Şeyx Rahiməhullaha qardaşlar atılan bəzi iftiralar var. İndi buna baxaq görək. Ən mühüm məsələlərdən biridir bu. Diqqətli olun. Onlardan birincisi deyirlər ki, istər bu müasir olsun və yaxud da öz zamanında, ən çox da bu müasir dövrdə bidət əhlinin ona atdığı nədir? İftiralarından biridir. Sofilərin və yaxud da təriqətçilərin və s. Deyirlər ki, Muhammed ibn Abdülvahhab mücəssimə və yaxud da müşəbbihə olması. Yəni, Allahın sifətlərini məxluqun sifətlərinə bənzətməsi. Və əhs olan odur ki, nədir? Əhl-i sünnə isbat edir. Allah və Rasulunu, Allahı öz kitabında vəsf etdiyi kimi və Rasul sünnətində öz Rəbbini vəsf etdiyi kimi. Və bənzətmədən, məxluqatına bənzətmədən. Və bir çox bidət əhli Allahın sifətlərini bilir ki, inkar edir. Hə? Və buna görə də tək Muhammed ibn Abdülvahhaba yox, baxarıq biz görsək ki, yəni baxsaq görərik ki,
Bu təkcə Muhammed ibn Abdülvahhaba yox, digər ümmətin alimlərinə, sələflərə də sifətləri isbat etdiyinə görə bu iftiraları yaxıblar. Əslən odur ki, nə Muhammed ibn Abdülvahhab rahimehullah, nə də ümmətimizin sələfləri mücəssimə və ya müşəbbihə olmamış, Allah Taala'nın sifətlərini öz kitabında özünü vəsf etdiyi kimi və Rasul sünnətində Rəbbini vəsf etdiyi kimi qəbul edirik. Bəli, məxluqatına da bənzətmədən. Və sonra deyirlər ki, Muhammed ibn Abdülvahhab rahimehullah neyniyir? Kəraməti inkar eləyir. Və bunu isbat edəni kim deyərsə ki, kəramət var, onu təkfir eləyir. Xeyr, bu belə deyil. Çünki elə Durarus Səniyyədə, Durarus Səniyyədə buyurur ki, övliyaların kəramətini təsdiq edirəm. Lakin onlar Allahın sifətlərindən heç bir şeyə haqq etməzlər. Övliyalar var, Allahın dostları var. Lakin bu günlərin bəzi bidət əhli, sufilər və digərləri kimi onların Allahın qadir olduğu şeyi ilə vəsf eləmələrini inkar eləyirdi. Necə ki, bizim bugün apardığımız mübarizə kimi. Hansı ki, bəzi sufi və digər bidət əhli nə deyirlər? Şeyxlərini Rəblərinin yerinə qoyur və Rəblərinin vəsf olunduğu kimi onları vəsf edirlər. Oddan qutaran, dualarına cavab verən, sıxıntı anda çağırılan, nəuzu billah. Və övliyanın alimlər və Şeyxülislam İbn Teymiyyə rahimehullah övliyanın tərifini qoyub qardaşlar. Övliya var. Övliyanın kəramətini olmasını nə Muhammed ibn Abdülvahhab rahimehullah, nə də ki ümmətin heç bir alimi sələflərdən inkar etməyib. Necə inkar olunsun ki, Allahın kitabında bu təsdiqini tapıb. Və Allah Teala buyurur ki, Yunus surəsi 63-cü ayədə: "Ələ innə əvliya Allahi la xawfun aleyhim və lahum yahzanun." Yaxşı, bu övliyalar kimlərdir qardaşlar? Diqqətli olun, qeyd apara bilərsiniz inşallah. Mühüm məsələdir. Məsələn, bir kəs desə ki, mən övliyayam, o kəsə inanmayın qardaşlar. Yəni mücərrəd olaraq insan özünü təqva ilə vəsf etməsi doğru deyil. Çünki insan nə qədər Rəbbinə qarşı və insanların yanında təvazükar olarsa, Allah Teala onu ucaldar. Və heç vaxt görməzsən ki, övliya insan, necə ki Allah Teala öz övliyalarını insanların arasında gizlədib. Bunu biz bilmirik. Lakin bunun əlaməti nədir? Kimlərdir övliya? Hansı ki Allah Teala buyurur ki, "Ələ innə əvliya Allahi la xawfun aleyhim və lahum yahzanun." Allahın övliyaları üçün, dost olduğu qulları üçün, yəni Allahın övliya qulları üçün nə qorxu var, nə də kədər, hüzün yoxdur. Və sonra elə Allah Subhanahu wa Taala ayənin davamında bizə bildirir ki, onlar kimlərdir? Əllezine amenu və kanu yettaqun. İman edib təqvalı olanlar. Və iman edib təqvalı olan hər bir kəs Allah Taala'nın övliya quludur. Və bu övliyalıq da sənin müəyyən bir insanların arasında bir dərəcə vermir ki, səni barmaqla göstərsinlər, səndən öz hacətlərini istərsinlər. Nəuzu billah. İnsan nə olursa olsun, bu həyatda Allah Taala'nın fəzilətinə möhtacdır. Bizim Rəbbimizdən başqa ibadət edəcəyimiz bir məbud, başqa bir məbud yoxdur. Nə insan, nə cin, nə mələk, nə rasul və s. Və sonra deyirlər ki, ona atılan iftiralardan biri də təvassülü inkar etməsidir. Təvassülü inkar etmək deyəndə qardaşlar, yəni burada hansı təvassüldan söhbət gedir? Deyirlər ki, Muhammed ibn Abdülvahhab rahimehullah təvassülü inkar edir və bunu qınaq məqsədindən deyirlər. Quranda vəsilə iki yerdə keçir qardaşlar. Maidə surəsi 35-də və İsra 57-ci ayələrdə. Yəni Allah Taala'ya vəsilələrlə yaxınlaşın. Və elm əhli diqqətli olaq. Baxın, bunlar çox mühüm məsələlərdir. Yazın bunları. Ola bilsin birazdan soruşdum. Elm əhli deyir ki, təvəssül burada Allah Taala'nın Allaha vasitə axtarın dediyi o təvəssül ki var. İbn Kəsir rahimehullah özünün təfsirində elə icma nəql edir ki, bu ümmətin icması ilə salih əməllərdir. Yəni ya eyyuhellezine amenu taqullah və btəğu ileyhil vəsilə. Ey iman gətirənlər, Allahdan qorxun və ona yaxınlaşacaq vasitələr axtarın. Və cahidu fi səbilillah. Və onun yolunda cihad, elə ayənin özü təsdiq edir ki, vəsilə nədir? Allah Teala izah edir bizə. Başda cihad olmaqla bütün salih əməllərdir. Və İbn Kəsir rahimehullah təfsirində elə bu ayənin təfsirində, Maidə 35-in təfsirində
icma nəql edir ki, vəsilədən qəsd salih əməllərdir. Və vəsilə üçdür qardaşlar. Üç cür vəsilə var. Birincisi ibadət olan vəsilə. İbadət olan vəsilə hansıdır? Salih əməllə. Yəni ki, Allah Taala bizə bildirdi. وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةِ Allaha vəsilə axtarın, salih əməllərlə Allaha yaxınlaşın deməkdir. İkincisi şirk olan vəsilə. Hansı ki, övliyalara ibadət etmək, Allahdan qeyrisinə ibadət edərək Allaha yaxınlaşmağı zənn etmək. Bu şirk olan vəsilədir. Üçüncüsü isə bidət olan vəsilədir. Bidət olan vəsilə. Yəni bir şeyin hörmətinə, məsələn dua eləyir, deyir ki, Allahım filan kəsin hörmətinə mənə verirlər. Yəni mənə bu şeyi yetir, mənə bu şeyi ver, filan kəsin üzü suyu hürmətinə və yaxud da Nəbi sallallahu aleyhi ve sellem xətrinə. Və bu da alimlər qeyd ediblər, nədir qardaşlar? Bidətdir. Və ümmətin sələflərdən heç kim bu cür dua etməyib. Nə Allah Resulü sallallahu aleyhi ve sellem, nə onun əshabı. Hətta deyək ki, əshabı radiyallahu anhum və radu anh. Muhammed sallallahu aleyhi ve sellem vəfatından sonra əshabı ona ən yaxın olan, ən doğma olanlar idi. Bir dəfə olsun hansı əshabı Allaha dua edibmi? Rasulullahın xətrinə mənə nəsə ver. Xeyr. Ona görə də bizim üzərimizə vacibdir ki, ümmətin sələflərinin izi ilə getmək. Bəli. Və növbəti iftira və ən məşhur iftiralardan biridir qardaşlar. Və Muhammed ibn Abdülvahhab rahiməhullaha ən çox nisbət edilən və ən çox bu tərəfdən istifadə olunan iftiralardan biridir. O da nədir? Muhammed ibn Abdülvahhabın hüccətsiz təkfir etməsi. Hüccətsiz təkfir etməsi. İnsanları hüccət qaldırmadan, onlara izah etmədən onları təkfir etməsidir. Və açıq-aşkar böhtandır bu qardaşlar. Yadınızda saxlayın. İnşallah öz sözlərimi də gətirəcəm, zikr eləyəcəm. Durarus Səniyyədə buyurur ki, İslamın rükünü 5'dir. Diqqətli olun, bunlar hamısı şeyxin sözləridir. İslamın rükünü 5'dir. Şəhadət, namaz, oruc, zəkat, həcc. Və buyurur ki, bu 4'ü şəhadət xaric, bu 4'ü tənbəllikdən dolayı tərk edərsə onlarla mübarizə aparmaq, hərb aparmaq, apararıq. Lakin təkfir etmərik. Fikir verin. Və buyurur ki, alimlər 4 şeydə ixtilaf ediblər, şəhadət xarici. Çünki şəhadətdə ixtilaf yoxdur qardaşlar. Kim şəhadəti deməsə, iqrar etməsə o müsəlman deyil. Və buyurur ki, 4 şeydə alimlər ixtilaf ediblər. Lakin biz icma olan şeydə təkfir edərik. Yəni şəhadət kəlməsində. Bu, deməli, 4 şeydən birincisi şəhadət kəlməsi icmadır alimlər arasında ki, kim şəhadəti tərk edərsə o müsəlman deyil. Lakin 4'ü barədə ixtilaf var. Deməli, icma şəhadətdədir, ixtilaf 4 məsələdədir. Və Şeyx Rahimullah buyurur ki, lakin biz icma olan şeydə təkfir edərik. İcma olan şeydə təkfir edərik. Bəli. Və sonra Şeyx Rahimullah buyurur. Durarus Səniyyədə elə. Və buyurur ki, əgər, yəni bu sözü də niyə görə deyib? Birinci onu izah edeyim, ondan sonra şeyxin sözünə keçək. Şeyxin vaxtında rahimehullah insanlar ona bu cür bir iftira atmışdılar. Deyirdilər ki, Muhammed ibn Abdülvahhab kim ona hicrət eləmirsə, çünki şirk mövzusunda, şirk məsələsində Muhammed ibn Abdülvahhab cihad etmişdir. Malı ilə, canı ilə, qanı ilə, elmi ilə. Və buyurur ki, bidət əhli Muhammed ibn Abdülvahhab kim ona getmirsə, onunla o şeydə iştirak etmirsə, ona dəstək olmursa, kimliyindən asılı olmayaraq və məkanından asılı olmayaraq onu təkfir eləyir. Bəli. İndi Muhammed ibn Abdülvahhab bu sözdən sonra həmin insanlara cavab verir. Durarus Səniyyə 1-ci cild 66-cı səhifədə. Buyurur ki, əgər biz kəlmə diqqət eləyin, çox mühüm məsələlər oldu. Əgər biz Abdülqadir, yəni Geylani və Əhməd Bədəvinin qəbirlərinin üzərində olan bütlərə ibadət edənləri cahilliklərinə görə
və onlara heç bir tənbih etməmələrinə görə təkfir etmiriksə, təkrar edirəm, təkfir etmiriksə, nədən dolayı? Cahil olduqlarına görə. Və heç kim onları tənbih eləməyib. Cahildirlər. Və biz onlara təkfir etmiriksə, buyurur ki, biz Allaha şərik qoşmayanı necə təkfir eləyə bilərik? Hansı ki, bizə hicrət eləməyiblər deyə. Həqiqətən bu çox böyük bir böhtandır. Və buyurur Şeyx Rahiməhullah. Fikir verin. Buradan nə məsələ ortaya çıxır? Şeyx bu böhtana cavab verir, iki məsələni aydınlıq gətirir. Buyurur ki, hətta Şeyx Rahiməhullah, görün cəhalətin necə üzür görür şirk məsələsində. Deyir ki, yəni hətta o bütlərə, qəbirlərə gedib onlara ibadət edənləri belə cahillikləri ucbatından biz də onları təkfir etməliyik. Onları təkfir etməliyik. Və bunu etmiriksə əgər necə ola bilər ki, hər hansı bir məkanda yaşayan tövhid əhli kimsələri bizə hicrət edilməyib də təkfir eləyək? Bu həqiqətən açıq-aydın böhtandır. Bəli. Və sonra buyurur ki, Məcmu'ul Muallafat kitabında 3-cü cild 14-cü səhifədə Muhammed ibn Abdülvahhab rahimehullah buyurur ki, o ki qaldı düşmənlərimin mənim haqqımda insanları zənnə və cahil olduqlarına görə təkfir edir sözünə. Deməli, Muhammed ibn Abdülvahhaba nə deyiblər? Deyiblər ki, bu şeyx zənnlə insanları təkfir edir, cahil olduqlarına görə insanları təkfir edir. Bu sözü gəldikdə isə buyurur ki, bu həqiqətən açıq-aşkar bir böhtandır. Məcmu'ul Muallafat 3-cü cild 14-cü səhifə. Və sonra həmin kitabın 3-cü cild 34-cü səhifəsində yenə buyurur. Şeyx Rahiməhullah həqiqətən də o qədər zülm olunub ki, təkfir əhli tərəfindən və digər bidət əhli tərəfindən. Və buyurur ki, qəlbimizdə olanı bilən Allahı şahid tuturuq ki, bizim əqidəmiz budur. Tövhidə əməl edən, şirkdən və onun əhlindən uzaq olan kəs, məkanından və zamanından aslı olmayaraq müsəlmandır. Bitdi sözü, bitmədi, davam edir. Bir insan Allaha uluhiyyət tövhidində, uluhiyyət nədir? İbadət tövhidində, yəni ki, ibadətdə şərik qoşarsa, hüccət qaldırıb bəyan etdikdən sonra onu təkfir edərik. Yəni hüccətsiz təkfir etməzdi. Ola bilər ki, siz tarix boyu rast gələ bilərsiniz. Filan kəslər məsələn deyə bilər ki, yox, Şeyx Rahiməhullah burada təkfir edib, burada deyib ki, bu uşaq. Bəli, hansı məqamdan sonra yaxşı? Onlara hüccət qaldırıb bəyan etdikdən sonra, qardaşlar. Hüccət qaldırıb bəyan etdikdən sonra bu çox mühüm məsələdir. Sözünü yerinə oturda bilmirlər bəzi hikmətsiz insanlar. Və bu şeylərdən biz Allaha sığınırıq. Ona görə də şeyxin bu barədə dediyi sözlər çoxdur. İnşallah ki, arif olana, aqil olana bir işarə belə, dəlil belə kifayət eləyər. Və Şeyx Rahiməhullah ümmətin böyük alimlərindəndir. Allah ona rəhmət eləsin və digər alimlərimizə. Allah təala onun necə ki bu tövhid məsələsində, necə ki İmam Əhməd Quran məxluqdur məsələsində ümmətin şüarına çevrilmişdi və necə ki deməli Əbu Bakr radiyallahu anhu zəkatı İslamdan ayıranlar üçün döyüşdükdə ümmətin şüarına çevrilmişdi. Eləcə də Muhammed ibn Abdülvahhab rahimehullah da ümmətin şüarına çevrildi ki, nədir? Tövhid mübarizəsinə görə. Tövhid mübarizəsinə görə. Allah təala ona rəhmət etsin, onun anasına, atasına rəhmət etsin və bu yazdığı bu şeyləri, İslam yoluna etdiyi şeyləri Allah təala ondan qəbul etsin. Allahümmə amin. Şeyx Rahimehullah Saudiyyədə Deriyyə adlanan yerdə 1792-ci ildə miladi təqvimlə vəfat edib. Allah təala günahlarını bağışlasın. Bəli. 3 əsas kitabı və şeyxin müəllifi olduğu ən mühüm kitablardan biridir 3 əsas kitabı. İndi inşallah keçirik 3 əsas məsələsinə. Yəni nədir bu kitab, nə haqqında danışır və ümumi inşallah ki giriş eləyəcəyik. Və kitabın adı 3 əsasdır, qardaşlar. Sələsətül usul, ərəbcə. Əvvəlcə görək hər bir müəllif deməli kitabın şərh edən
Yəni alimlərdə o bu məlhəzi görərsiniz ki, kitabı şərh edərkən birinci nədən başlayırlar? O kitabın adından başlayırlar. Yəni kitab nə demək istəyir bizə? O adla nəyi ifadə eləyir? Və bu çox mühüm məsələlərdəndir. 3 əsas kitabı, 3-ün heç bir əhəmiyyəti yoxdur. Yəni buradakı 3 rəqəmdir sadəcə. Əsas nə deməkdir? Və bunları bir-bir yazın. Kim çatdırmasa yazmağa, xəbərdar eləsin, saxlayaq, bir də təkrar eləyək. 3 əsas nə deməkdir, qardaşlar? Bizə burada 3 şeyin mühümliyindən bəhs edilir. 3 dənə Şeyx Rahimehullah demək istəyir ki, bax 3 dənə mühüm şey var, onlara diqqət eləyin. Usul nə deməkdir? Yaxşı, o bizə bildirmək istədiyi usul nədir? Fələtətül usul. Usul əsl sözündəndir, qardaşlar. Əsl sözünün cəmidir. Ərəbcə əslin tərifi mə yubnə aleyhi qayruhu. Mə yubnə aleyhi qayruhu. Yəni üzərində, başqası üzərində bina olunan şey. Başqası onun üzərində bina olunub. Əsl budur. Məsələn, binanın əsli. Dedikdə biz nəyi nəzərdə tuturuq? Binanın bünövrəsi yəni. Binanın bünövrəsi. Binanın bünövrəsi onun əslidir, qardaşlar. Məsəl üçün, başqa bir misal, ağacın gövdəsi. Ağacın gövdəsi ağacın əslidir, qardaşlar. Və o əsl, deməli o gövdənin üzərində bina olunub. Yəni ağac gövdəsinin üzərində durur. Və ona deyirlər ki, ağacın əsli. Necə ki, Allah Subhanahu wa Taala İbrahim surəsi 24-cü ayədə buyurur. Dəlillərə diqqət edin. İbrahim surəsi 24-cü ayədə buyurur. Ələm tərə keyfə zaraballahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibə. Asluha səbitun və fəru'uha fis-səma. Fikir verin, Allah Taala nəyi misal gətirir? Ələm tərə keyfə zaraballahu məsələn. Allah Taala'nın misal çəkdiyini görmürsənmi? Nəyə misal çəkir? Kəlimətən tayyibə, gözəl kəlama misal çəkir. Kəşəcəratin tayyibətin. Yəni gözəl ağacı, gözəl kəlama misal çəkir. Buyurur ki, asluha səbitun və fəru'uha fis-səma. Ağacın kökü sabitdir, gövdəsi yəni, furu'u isə, budaqları isə nədir? Fis-səma, səmaya doğru yüksəlib. Fikir verin, Allah Taala elə burada asıl və furu' məsələsini gətirdi. Yəni əsl nə deməkdir, qardaşlar? Əsl bir şeyin bünövrəsinə deyirlər. Məsələn, insan barədə deyə bilərlər ki, insanın əsli onun ayaqlarıdır. Yəni bədəni onun üstündə bünövrə olunubdur. Burada, yəni aydın oldu inşallah ki, burada fikir verin, Şeyx Rahimehullah bizə nəyi demək istəyir? Bu kitabın adını 3 əsas qoymaqla. Sanki Şeyx Rahimehullah deyir ki, din bu 3 dənə əsasın üzərində qurulub. Allah, din, peyğəmbər. Allah, din, peyğəmbər. Və qəbirdə olan sualların əsası da budur, qardaşlar. Necə ki, hədisdə varid olub ki, yəni insan qəbrə girdiyi zaman ondan 3 şey soruşurlar. Mələklər gələr, 3 şey soruşar. Nədir? Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin nədir? Və Şeyx Rahimehullah bütün kitabı bu 3 əsasın ətrafında toplayıb, qardaşlar. Və dinin bütün əsasları, bütün təməlləri bu 3 məsələdən qırağa çıxmır, qardaşlar. Yadınızda saxlayın. Allah, din, peyğəmbər. Allahı öyrənmək, dini öyrənmək və Rasulu öyrənmək. Bəli. Və dinimizin, qurtuluşun əsas səbəbi də qiyamət günü səadət əhli olmağın, dünya və axirət səadətinin, xoşbəxtçiliyin, cənnət əhli olmağın, Allahı görməyin ən böyük nemətdir. Ondan böyük yoxdur. Əsası bu 3 məsələdir. Bu 3 əsasdadır, əsildədir, qardaşlar. Şeyx Rahimehullah bizə bunu demək istəyir ki, bu 3 məsələ ən mühüm məsələdir. Bunu bildinsə nicat əhlisən. Bunu bildinsə nicat əhlisən. Bəli. Şeyx Rahimehullah öz kitabına necə başlayıb? Bismillahirrahmanirrahim. İnşallah bunu da qeyd edək, bundan kifayətlənək. Bismillahirrahmanirrahim. Allahın adı ilə başlayıb. Niyə görə yaxşı? Burada sual ortaya çıxır ki, niyə görə həmdlə başlamayıb? Biz kitablar görmüşük ki, yəni demək olar ki, əksəriyyət müəlliflər bu cür başlayır. İnnel hamdəlillah nəhməduhu və nəstəinuhu və yaxud da ki, Peyğəmbər sallallahu əleyhi və səlləm salavat və salat gətirməyibdir.
həmdlə başlayıb. Üzr istəyirəm, Bismillahirrahmanirrahimlə başlayıb. Bəzi alimlər bunun səbəblərini izah ediblər qardaşlar. Diqqətli olun. Bəzi alimlər bunun səbəbini izah ediblər. Bəzi alimlər deyiblər ki, bəzi nüsxələrdə həmdlə başlayıb. Bəzi nüsxələr mövcuddur və orada həmdlə başlayıb. Lakin ən məşhur olanı bu kitabdır ki, yəni bu nüsxədir ki, birbaşa Bismillahirrahmanirrahimlə başlayıb. Bəzi alimlər isə deyirlər ki, Allahı təriflə başlamağa özü kifayət eləyir. Yəni Bismillahirrahmanirrahimlə başlamağa özü kifayət eləyir. Alə kulli hal, bu çox da elə mühüm məsələ deyil. Sadəcə bilməyinizi istədim ki, niyə görə həmdən başlamadı. Və qardaşlar, kitaba Bismillahirrahmanirrahimlə başlamaq nəyi göstərir? Necə ki, bu şərhlərdə də Şeyx İbn Hüseymin və digər şərhlərdə də rahimehullah mövcuddur ki, Bismillahlə başlamanın iki səbəbi var qardaşlar. Onlardan birincisi Allahın kitabından örnek alıb tabarruk edibdir. O isimdən tabarruk edib. Və fikir versək bütün yəni Tövbə surəsi xaric bütün surələrin əvvəlində Bismillahirrahmanirrahimlə başlayıb. Hə? Və bundan örnek alaraq Şeyx Rahimullah öz kitabına Bismillahirrahmanirrahimlə başlayıb. Və buyurur ki, ikincisi isə Rasulun sünnətinə muvafiq olmaqdır niyyəti. Rasulun sünnətinə muvafiq olmaq. İmam Əhməd Abu Hureyradan rivayet edir ki, Kullu əmrin zibalin la yubda'u fihi bismillah fəhuva əbtar. Yəni bismillahla, yəni hansı işlər ki, o işin əvvəli bismillahla başlamayıb, o iş kəsikdir. Bəli. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm tək bu deyil, bütün o qarinələrdən Allah Rasulunun hətta bilirsiniz ki, kafir dövlətin başçılarına risalələr göndərirdi və göndərdiyi risalələrin hər birinin başına da Bismillahirrahmanirrahimlə başlayırdı. Yəni Rasulullah sallallahu aleyhi və səlləmin sünnətinə muvafiq olmaq idi şeyxin niyyəti. Yəni Bismillahirrahmanirrahimlə başlayıbdı. Bəli. Və Bismillahirrahmanirrahimlə başlamaq, elm əhli buyurur ki, burada bəzi qrammatik təhlillər var, lakin bu incəliyə inşallah girməyəcəm. Sadəcə bunu bilməyinizi istəyirəm ki, və burada fe'l təqdirdədir qardaşlar. Yəni Bismillahirrahmanirrahimlə başlayanda, yəni onu demək istəyir ki, Bismillahi əbtədi'u, yəni Bismillahlə başlayıram. Aydındır? Sadəcə burada fe'l təqdirdədir. Təqdirdə nə deməkdir? Yəni silinibdir. Aydındır? Gizlədilib burada fe'l. Əsli odur ki, Allahın Rahman və Rahim olan Allahın adı ilə başlayıram. Allah ləfzul cələlə bütün digər gözəl adların özündə cəm etdiyi Allah Taala'nın ismidir. Bütün digər adlar ona qayıdır qardaşlar. Ar-Rahman Allahın yalnız özünə xas olan bu ad, hansı ki Ar-Rahman adı ilə yalnız özünə xasdır Allahın, bu ad başqası ilə vəsf edilə bilməz. Yəni başqa bir məxluqat bu adla vəsf edilə bilməz. Məsələn, sən deyə bilməzsən ki, filankəs Rahmandır. Filankəs Rahmandır. Mənası geniş mərhəmət sahibi olmaqla vəsflənməkdir. Yəni Allah Taala geniş mərhəmət sahibidir. Və Ar-Rahman Allah Taala'nın zatı sifətidir qardaşlar. Allah Taala'nın zatı sifətinə dəlalət edir. Allah Taala'nın zatı sifətinə dəlalət edir. Və Allah Taala'nın mərhəməti bütün məxluqata şamildir. Allah Taala'nın mərhəməti bütün məxluqata şamildir. Mömini olsun, kafiri olsun, fasiki olsun, münafiq olsun, Allah Taala hər bir kəsə mərhəmətlidir. Əgər mərhəmətli olmasaydı, təsəvvür edin, kafir Allaha üsyan edə necə yaşayar, necə nəfəs alardı? Bu nəyin təcəllisidir? Allah Taala'nın Ər-Rahman olmasının təcəllisidir. Lakin bu dünyadadır qardaşlar. Dünyada Allah Taala bütün məxluqatına yaratdığı bütün şeylərə mərhəmətlidir. Rahmandır. Aydındır? Bu dünyadadır. Ər-Rahim ismi isə hansı ki fe'li sifətə dəlalət edir. Rahim olması və qiyamət günü yalnız möminlərə xas olan bir sifətdir. Möminlərə xaslaşdırılmış bir fe'ldir. Yəni Allah Taala'nın rəhm etməsi dünyadakən yox, dünyadakən mərhəmətdir. Aydındır? Ər-Rahmandır.
Allah Teala hər kəsə qarşı geniş rəhmət, mərhəmət sahibidir. Lakin Rahim feili, hansı ki sifətə dəlalət eləyir o ad, sadəcə xasdır möminlərə qiyamət günü. Allah Teala Əhzab surəsi 43-cü ayədə buyurur ki, Əhzab surəsi 43, Əhzab surəsi 43-cü ayədə və kənə bil mu'minina rahimə. Və kənə bil mu'minina rahimə. Və Allah Teala möminlərə qarşı da ancaq rəhim olması, rəhimli olması. Deməli, ikisi arasında fərq nədir? Rəhmən daha genişdir, qardaşlar. Mərhəməti daha genişdir və dünyaya xasdır sadəcə. Yəni, dünyada kafirlərə və bütün məxluqatla möminlərə qarşı mərhəmətlidir. Necə ki, Allah Teala Araf surəsi 156-cı ayədə, Araf surəsi 156. Allah Teala buyurur ki, və rəhməti vəsiət kulli şey. Mənim rəhmətim hər şeyi neyniyib, əhatə eləyib. Bəli. Rahim isə dedi ki, xasdır və yalnız möminlərə aiddir. Allah Teala bizləri onlardan etsin. Məsələn, bu isə, Rahim adı isə, yəni bir kəs Allahdan qeyrisi bu vəsfdən vəsf oluna bilər. Vəsfdən vəsf oluna bilər. Məsələn, bir kəsi Rahmən deyə vəsf edə bilməzsən. Bu ancaq Allaha vəsf olunur bu barədə. Bu isim yəni. Ancaq Allaha xasdır, Rahim isə edilə bilər. Məsələn, deyə bilərsən ki, filan kəs rəhimlidir. Filan kəs rəhimli adamdır. Lakin Rahməndir deyə bilməzsən. Və bu günlük bu qədər kifayət edir. İnşallah kitabımıza keçid elədik. Allah Taala'nın izni ilə gələn həftədən məsələlərə daxil olacağıq. Allah Taala bərəkət etsin. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyh.